Ay cemaat, bakın görün ne yaxşı prezidentimiz var. Bakın. Biz ağır vəziyyətdə, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik. Allah bunlara qənim olsun. Gəlib evimi dağıdıblar, eşiyimi dağıdıblar, uçurdublar. Səhv eləməyin. Cənab prezident o evi dağıdıb ki, sahibi gedib yeni ev tiksin. Hə, bizim prezident çox kömək eləyir. İnsan şükür eləməlidir belə bir prezidentin olmağına. Biz Azərbaycan milləti o qədər pulumuz çoxdur ki, harda xərcləyəcəyimizi bilmirik. Prezident də onu xərcləməyə yol tapıb və kömək eləyib. Allah kömək olsun. Baxın, Azərsu, Azərqaz, Azərişıq və ayna və bir də cərimələri gətirib ki, biz xərcləməyimizin yolu bilək. Sağ olun. Doğrudan da avara qalmışdıq pulları harda xərcləyəcəyik. Allah bu köməyi kəssin.